İvan Susanin operası. İvan Susanin, Mixail Glinkanın 1836-cı ildə yazdığı ilk operasıdır. Bu əsər təkcə Glinkanın yaradıcılığında deyil, ümumən Rus musiqi mədəniyyətində dönüş nöqtəsi kimi qəbul olunur. Opera, Rus milli operasının əsasını qoymuş, xalq musiqisinin melodik zənginliyini peşəkar orkestr yazısı ilə birləşdirmişdi. 19-cu əsrin əvvəllərində Rusiya musiqisində milli üslub məsələsi əsas problem idi. Glinka İtaliya və Almaniyada təhsil almış, Avropa opera ənənələrini dərindən öyrənmişdi. Vətənə qayıdandan sonra məqsədi Rus xalq musiqisi ruhunda böyük opera yaratmaq idi. İvan Susanin operasının librettosu İmperator II. Nikolayın sifarişi ilə yazılmışdır və əsərin ideyası çarın xilası uğrunda sadə bir kəndlinin öz həyatını qurban verməsi dövlət qəhrəmanlığı kimi təqdim olundu. Əsərin əsas ideyası bundan ibarət idi. Vətənpərvərlik və fədakarlıq, sadə xalq qəhrəmanlığının ucaldılması, xalqın birliyi və dövlətin qorunması, müsbət qəhrəman obrazının operada milli səciyyə qazanması. Birinci pərdə. Əsər sakit, pastoral Rus qış mənzərəsi ilə açılır. Kəndlilərin mahnısı, gündəlik işləri, evlərin tüstüsü, təbiətin sükunəti musiqi vasitəsilə canlandırılır. Bu pərdədə Susaninin ailəsi ilə tanış olunur. Antonida Susaninin qızı idi, zərif, lirik, xarakterli qız kimi təsvir olunub. Vanya Susaninin övladlığı ağıllı və saf bir uşaq kimi təqdim olunub. Sobinin çarın tərəfdarı, atlı dəstənin qəhrəman döyüşçüsüdür. Sabinin kəndə qayıdır və Antonida ilə görüşür. Onların görüşü sevgi və ümidlə doludur. Ardınca kəndlilər yeni xəbəri gətirirlər. Xalq çar seçib. Mixail Romanov. Kənd xalqı bu xəbəri böyük sevinclə qarşılayır. Susanin öz qızının xoşbəxtliyinə sevinir, lakin hiss edir ki, ölkədə qarmaqarışıqlıq hələ tam bitməmişdi. Bu pərdə operanın sülh və ev atmosferini yaratmışdı. İkinci pərdə. Polyakların düşərgəsi. Hadisə tamamilə başqa mühitə keçir. Düşmən, polyak qoşunlarının düşərgəsi təsvir olunub. Burada əyləncə, şənlik, lakin həm də plan qurmaq motivləri təsvir olunur. Polyak zabitləri Rusiyanın yeni çarını axtarmaq üçün dəstələrini hazırlayır. Onlar Rus torpağını özlərini tabe etdirmək istəyirlər. Romanovu öldürməklə ölkəni tam zəiflətmək niyyətindədirlər. Bu pərdə düşmənin xarici, yad mədəniyyətini göstərmək üçündür. Onların Ruslara qarşı aqressiv münasibəti, özünə inamları ön plana çıxmaqdadır. Üçüncü pərdə. Susaninin ailəsi və fədakarlıq qərarı. Operanın dramatik mərkəzi məhz bu pərdədə yerləşir. Gecə vaxtı Susaninin evində sakitlikdir. Antonida atası üçün narahatdır. Sabinin isə onu sakitləşdirməklə məşğuldur. Sonra Sabinin müharibəyə yollanır. Birdən polyak dəstəsi evə daxil olur. Onlar Susanidən çarın harada gizləndiyini tələb edirlər. Susaninin vəziyyətin nə qədər təhlükəli olduğunu dərhal anlayır. O, ölüm təhlükəsinə baxmayaraq polyaklara çarı göstərəcəyini deyir, amma onları tamamilə əks istiqamətdə aparmağa qərar verir. Bu anda Vanya atasının planını anlayır və xəbərdarlıq etmək üçün yola çıxır. Sabininə və Rus ordusuna çarın təhlükədə olduğunu demək üçün yollar axtarır. Susaninin ailəsi ilə vidalaşır. Antonidanın gözyaşları, Susaninin təmkinli, lakin ağır, ürək sözləri, ailəni Allaha tapşırması operanın ən həssas hissələrindən biridir. Rusiyanın qışı və meşəsi fırtınalı, soyuq və keçilməz şəkildə təqdim olunur. Susaninin polyakları qaranlıq, qarla örtülmüş yolları bilinməyən meşələrə aparır.
Burada təbiətin sərtliyi orkestr vasitəsilə eşidilir. Getdikcə polyaklar şübhələnməyə başlayırlar. Yollar bilinmir, qaranlıq artır, sabitlik yoxdur. Susanna isə sakit və təmkinlidir. Polyakların şübhələri böyüyür. Sonunda polyaklar anlayır ki, Susanna onları aldadıb. Hirs içində onun üzərinə atılırlar. Susanna son sözlərində deyir ki, o Çarı və Rusiyanı xilas etdiyinə görə heç nəyə görə peşman deyil. Onun fədakarlığı zirvəyə çatır. Susanna polyaklar tərəfindən öldürülür. Bu operanın kulminasiya nöqtəsidir. Dramatik, sarsıdıcı və qəhrəmanlıqla dolu ölüm səhnəsi təsvir olunur. Glinka burada simfonik təsvirin imkanlarını maksimum genişləndirmişdi. 5-ci pərdə Moskva Xalq Bayramı və final. Bu pərdə kədərli, əvvəlki səhnədən sonra işıq, əzəmət və qələbə ab-havası ilə seçilir. Moskva kilsəsinin zəngləri, xalqın yığılması, Çarın salamat qalması xəbəri atmosferi tam dəyişir. Rus xalqı və boyarlar Susanna'nın qəhrəmanlığını elan edir və öz canı bahasına öz xalqını xilas etməsi olunur. Xalq Susanna'nın ailəsini alqışlarla qarşılayırlar. Çarın nümayəndəsi Susanna'nın qəhrəmanlığını xalqa bəyan edir. Finalda böyük xor səslənir. Şan, şöhrət. Bu xor çox sonralar demək olar ki, himn məqamına çevrilmişdi. Parlaq milli qürur duyğusu ilə tamamlanır.